Gəlin bugün biraz fərqli bir şey edək. Sadəcə tarixdən danışmayaq, gəlin tarixin tarixinə başvuraq. Yəni, bu hekayələr necə yazılır, onları kim yazır və ən əsası, niyə yazır? Bu, sanki bir tarixi detektiv işi kimi olacaq. Gəlin birlikdə ipuclarını izləyək. Bax, bu sual əslində bütün söhbətimizin mərkəzində dayanır. Çünki bilirsiniz, tarix quru faktlar toplusu deyil axı. O bir hekayədir. Və hər hekayənin bir nağılçısı var, elə deyilmi? Bu hekayənin necə danışıldığı isə, inanın, çox şey dəyişir. Və bu da bizi əsas məsələyə gətirib çıxarır. O hekayəni kimin danışdığı. Çünki hər tarix kitabının, hər salnamənin arxasında bir insan var. Öz fikirləri, öz məqsədləri və bəzən də öz maraqlarıyla. Yaxşı, gəlin artıq konkret məsələmizə keçək. Azərbaycan xanlıqları dövrü. Bəlkə də məktəbdən hamımıza tanış olan bir mövzudur, amma gəlin düşünək, bu dövr bizim üçün bugün niyə bu qədər əhəmiyyətlidir? Əslində, ən azı 3 mühüm səbəb var. Birincisi, bu bizim dövlətçilik təcrübəmizdir, yəni özümüzü idarə etmə dərslərimizdir. İkincisi, regionun tarixini, kimin harada yaşadığını dərindən anlamaq üçün bir açardır. Və üçüncüsü, bugün üzləşdiyimiz bəzi əsassız iddialara ən tutarlı cavab məhz bu dövrün həqiqətlərində gizlidir. Baxın, burada çox vacib bir məqam var. Xanlıqlar deyəndə sadəcə ayrı-ayrı torpaqları nəzərdə tutmuruq. Söhbət əsl dövlətlərdən gedir. Öz müstəqil siyasətləri, öz orduları, hətta öz vergi sistemləri olan, tam fəaliyyət göstərən dövlətlərdən. Yaxşı, bəs biz bütün bunları haradan bilirik? İlk şahidlərimiz kimlərdir? Bunlar 19-cu əsrdə yazılmış məşhur salnamələrdir, yəni namələrdir. Amma bir detektiv kimi soruşmalıyıq. Bu şahidlər nə dərəcədə etibarlıdır? Onlar həqiqətən gördüklərini olduğu kimi danışıblar. O dövrün bir çox salnaməçisinə baxanda eyni mənzərəni görürük. Kimi çar məmurlarını tərifləyir, kimi Qafqaz canişinini hesabat kimi yazır. Demək olar ki, hamısı yeni hakimiyyətə, yəni Rusiya imperiyasına bir növ sədaqət nümayiş etdirirdi. Bu da təbii ki, onların yazılarına təsirsiz ötüşmürdü. Bilirsiniz, elmdə buna tarixşünaslıq deyilir. Yəni, biz sadəcə keçmişdə nə olub deyə baxmırıq, biz sual veririk. Bu hadisələr bizə necə gəlib çatıb? Kim yazıb, niyə yazıb, hansı şəraitdə yazıb? Yəni, biz tarixin özünün tarixini araşdırırıq. İndi isə gəlin biraz da irəli gedək. Əgər 19-cu əsrdə yazılanlar, deyək ki, bir qədər qərəzli idisə, Sovet dövründə baş verənlər tamamilə fərqli bir səviyyədə idi. Burada artıq söhbət bütün tarixi hekayənin sistematik şəkildə yeni bir ideologiyaya uyğun olaraq yenidən yazılmasından gedirdi. Baxın, bu müqayisə hər şeyi çox aydın göstərir. 19-cu əsr müəllifləri üçün xanlıqların Rusiya tərəfindən işğalı, mürəkkəb siyasi və hərbi hadisələr idisə, Sovet tarixçiləri bunu birdən-birə mütərəqqi bir hadisə, hətta zəruri bir addım kimi qələmə verməyə başladılar. Sanki bu işğal xalqın xeyrinə olmuşdu. Və bu dövrdə ortaya tamamilə yeni bir anlayış atıldı. Güya Azərbaycan xanlıqları Rusiyaya könüllü şəkildə birləşib. Amma bütün tarixi faktlar göstərir ki, bu konsepsiya kökündən yanmışdı. Bu sadəcə olaraq işğalı pərdələmək üçün uydurulmuş bir hekayə idi. Bu saxtakarlığın ən bariz nümunəsini görmək üçün gəlin konkret bir işə, bir nümunə tədqiqatına baxaq. İrəvan və Naxçıvan xanlıqlarının taleyi. Sovet dövründə nəşr olunan kitablarda, məsələn, Oçerki İstoriyi SSR-də İrəvan xanlığı birdən-birə Şərqi Ermənistana çevrilir. Oradakı Azərbaycan türklərinin rolu, onların varlığı demək olar ki, tamamilə silinir, görməzdən gəlinir. Məqsəd bəlli idi, bölgənin tarixi kimliyini dəyişdirmək. Yaxşı, belə bir vəziyyətdə həqiqəti necə bərpa etmək olar? Saxtalaşdırılmış bir tarixə qarşı müasir tarixçilər nə edir? Cavab sadədir. Onlar yenidən ilkin mənbələrə, yəni sübutlara qayıdırlar. Və onlar əllərindəki işi çox ciddi şəkildə araşdırırlar. Məsələn, Çar dövründə aparılan əhali siyahıyalmalarını, İvan Şopenin statistikalarını yenidən təhlil edirlər. Qriboyedov kimi Rus məmurlarının öz yazdıqları xatirələrə baxırlar. Hətta iş bununla bitmir. Osmanlı dövlət arxivlərindəki sənədləri üzə çıxarırlar. Və bütün bu fərqli mənbələr eyni şeyi deyir. İrəvan bir Azərbaycan xanlığı olur. Yaxşı, bütün bu şahidləri dinlədik, dəlilləri araşdırdıq. Bəs sonda məhkəmənin, yəni müasir tarixin hökmü nədir? Xanlıqlar dövrü ilə bağlı bugün hansı nəticəyə gəlmişik?
Ən böyük dəyişiklik Azərbaycanın yenidən müstəqil olması ilə baş verdi. Artıq tarixçilər heç bir ideoloji təzyiq olmadan azad şəkildə arxivləri araşdıra, həqiqəti olduğu kimi yaza bildilər. Bu da keçmişə tamamilə yeni və obyektiv bir baxış formalaşdırdı. Və bu təkcə bizim yerli tarixçilərin fikri deyil. Məsələn, tanınmış Amerikalı tarixçi Tadeusz Sviatopovski kimi beynəlxalq mütəxəssislər də bir mənalı şəkildə deyirlər ki, xanlıqlar dövrü Azərbaycanın müstəqilliyi dövrüdür. Bu bizim dövlətçilik tariximizin ayrılmaz və çox şanlı bir səhifəsidir. Deməli, bütün bu söhbətdən çıxaracağımız əsas nəticə nədir? Tarix muzeydəki tozlu bir əşya deyil, o canlı bir prosesdir. Yeni sübutlar tapıldıqca, yeni araşdırmalar aparıldıqca, keçmişə dair hekayəmiz də dəyişir, təkmilləşir və həqiqətə daha da yaxınlaşır. Və gəlin bu sual üzərində düşünək, əgər keçmişin hekayəsi bu qədər asanlıqla dəyişdirilə bilirsə, bu bizim bugünümüz və gələcəyimiz üçün nə deməkdir? Bəlkə də keçmişi anlamağın ən yaxşı yolu onu kimin və niyə yazdığını sorğulamaqdan başlayır.